Gördüyünüz bu avtomobil Toyota Corolla 2024-cü ildir, Çin istehsalı. Baxmayaraq ki, avtomobil 35.000 kilometr yol qət edib, cəmi üzrə yürüyüşü var. Rulovoy kolonkasında sərt problem var, yəni belə deyək də defekt var. Bu ümumiyyətcə Toyota Corollaların 2024-cü il Çin istehsalı olandan hamısında belə bir səs var. İndi o səsin səbəbi nədir? Sökəci birlikdə görəcəyik. Rulovoyun sağ tərəf tulkası. Rulovoyu sökmüşük. Rulovoy kolonka. Burada problem nədir? Aşırı əlimiz oldu ki, alt rulovoy reykada problem var. Yəni səs oradan gəlir. Səsin gəlmə səbəbi nədir? Sağ tərəf tulka ilk növbədə, yəni ekstradandır. Və yağsızlıq. Yəni belə deyək də, zavod bunu az yağlayır. Yağlamaq lazımdır ki, bu səs kəsilsin. Yəni bu səs sadəcə bir qırtıltıdır. Yəni yağsız hərəkət edən oxun səsidir. Yəni yağsız tulkanın içində hərəkət elədiyi üçün yəni ağızda tərpədəndə səs verir. Yəni yağsızdır ona görə. Söküb yağlansa, yəni burada detalların iznos olmağından, yəni dağılmağından heç bir problem ola bilmir. Çünki bu maşın 30.000 probek gedir. Yəni elə bir problem yoxdur. Sadəcə yağsızlıq. Yəni görürsünüz içindən çıxan mənzərə budur. Yəni yağı elə belə də, yəni adı olsun ki, yağ var orada. Yəni hörmət yana Toyota'nın hörmətinə bir damcı yağ vurublar da. Görürsünüz, yəni yağsız da olub deyə ucu paslar əmrəcək. Baxın, paslara baxın. Paslara baxın. Elə bu Rulovoy yəni 35.000 yedi və içinə su zad girməyib, pılni qıcırılmıyor. Sadəcə bir nəmişlikdən olan bir korroziyadır. O da yəni içində yağ yoxdur. Başa düşürsünüz, dişlərinə bax. Yağ yoxdur bildiyim. Zavod qoyduğu yağ yəni. Nəticə. Bayaq oynadanda Rulovoy taqqıldayırdı. Xeyirli uğurlu olsun.